Sen bununla sevmişsiniz birbirinizi, aile kurmuş falan ve 30 yıldır, 40 yıldır yol gedirsiniz. Bir yerdəsiniz. Bu insanlar bilirsiniz de övlad həmatı yoxdur zamanla. Bu nətər ola bilər? Ayrı adam, o da ayrı adamdır, mən də ayrı adamım, ya sizinkiler de ayrı adamlardılar. İnsanlar bir yerde yaşında birbirlerine oxşamaya başlayırlar. Eyni yeməyi yeyirlər, eyni yastığa baş qoyurlar, eyni spor edirlər, eyni dağmanı, eyni istihanı qırırlar. Bunlar bildinizmi? Yani bunlar her şey birbirine bağlana gelir ve bu insanların övladları hem atasını okşuyor hem anasını okşuyor. Halbuki ayrı adamlardılar. Ama bir evde yaşamak, hele birlikte olmak demek. O da başka şey. O da başka şeydi. O da başka ruh halıdır. şey. Olabilir bir yerde yaşayırlar ama ayrı adamlardılar. Her öz havasında. Onu belə insanlar var. Sadece olarak hani deyirəm ki, bunun bayaq dediğim gibi resepti yoktur. Qaldı Leylinlə Məcnun sevilən məsələlər yaxşıydı vallahi. Neyini də evlənmək? Gül kimi sevirlər bir. İndi biz biraz belə hardasa bir standart düşüncənin dalınca gedirik. Yox, mən təklif edirəm ki, ümumiyyətlə biz standart düşüncənin dalınca getməyik. Belə getməyik. Birincisi, verilişdə biz, yəni siz hörmətli qonaqlar, hər halda təcrübəli insanlarsınız. Gənclərə ilk növbədə məsləhət verin. Qoy faydalı olsun, nəticə əldə eləsin. Ən zəhləm gedən şey məsləhət verməkdir, xüsusən də ailə məsələləri. Amma hər halda istənilən verilişin xeyri odur ki, kimsə özü üçün nəyisə götürsün, hansı xeyirli informasiyanı eşitsin və gələcəkdə ondan istifadə eləsin. Birincisi, mən fikirləşirəm ki, biz tez evlənirik. Çox tez evlənirik, hələ bizim şuurumuz formalaşmamış. 20 yaşında evlənirik. Bu tezdir. Həm qızlar üçün, həm oğlanlar üçün. Ən ideal yaş dövrü sizcə? Yəqin 30-dan sonra. Niçin Avropalılar? Bir yerdə yaşayırlar vətəndaş nigahı ilə və bunun hər halda... Boşanma da Avropadadır. Avropada, bilirsiniz, onlar doğrudan boşanılır. Biz yalandan bir yerdə yaşayırıq, saxtakarlıq oynayırıq, yalancı ailələr qururuq və onun dalınca da belə cürbəcür hadisələr baş verir. Cəmiyyətdə görürük, Allah'a şükür. Yəni, yalandan onu pərdələmək lazım deyil. Əgər bu dağılacaqsa, dağılacaq. Biz sevgidən danışırıq bayaqdan. Ümumiyyətlə, bilən var sevgi nədir? Amma bugün sevgidən də danışmaq olmur. Özü bunun heç bir nə 20 yaşa, nə 30 yaşa, nə 60 yaşa, nə 70 yaşa dəxli yoxdur. Əgər o gəlirsə, gəlir. Bilirsiniz, görünür o özü yəqin ki, təsdiq edir psixoloq özü də ən böyük boşanma faizləri 20 yaşında, 30 yaşında olmur. Orta yaş krizisi deyilən bir şey var. Bu 45-dən 50-dən sonra başlanır bu hadisələr. Görünür, orada da bir insanın ruh halında bir dəyişmələrə, yeni hisslərə, nəyəmə ehtiyac olur. Amma o hisslərin müqabilində sən cəmiyyətdən nə alacaqsan və nə görəcəksən? Bu barədə düşünmək lazımdır. Çox sağ olun maraqlı fikirlərinizə görə. Ondan razı olmadığım. Mən çox şadam ki, biz artıq növbəti mərhələyə keçdik söhbətimizdə və daha səmimi danışırıq. Buyurun. Mənim razı olmadığım məqamlar nədir? Yəni, bu yaş 30-dan yuxarı olmağı və yaxud da müəyyən bir bu var dövlətlə bağlı olmağı doğru deyil. Çünki Avropada biraz əvvəl statistikada verilən məlumatlarda gördük ki... Mən çox üzr istəyirəm, amma İradə xanım sözündə həm də elə çıxdı ki, həqiqətən də Azərbaycanda bu növbəçi ailələr var. Rəsmən ailənin kənardan baxırsan ki, hər şey yaxşıdır, evdə isə çox böyük problemlər yaşanır. Yox, o baxır, bilirsiniz necədir? Onun da elə bir statistikası aparılmayıb ki, siz də deyə bilməz ki, əksəriyyət belədir. Ancaq baxın, tamamilə əks bir məsələ də var. Elə kasıb insanlar var ki, bəli, bir-birinə də çox fədakar, bir-birinə ömrünün axırına qədər də davam edir. Biz özümüz elə nənə-babalarımızdan görək də bunları. Mən o faktoru demədim, mən kasıblıqdan danışmadım. Yəni, o maddiyyat deyir ki, bir təbəqəyə gəlsin ona görə. Ümumiyyətlə, insanın rahat həyatı olmalıdır. Sizə bir şey deyim, baxın, amma Almaniyada keçirilən bir araşdırma var. Həmin o araşdırmanın nəticəsinə görə, məsələn, Almaniyada ən çox İslamı qəbul edən qadınlardır. Niyə məhz qadınlar? Həmin sorğu keçirilir, görülür ki, onlar artıq Avropada mövcud olan ailə anlayışı, əslində o anlayış da yoxdur orada, artıq ondan bezdiklərinə görə, sizin dediyiniz o azadlıq, dırnaqarası azadlıqdan artıq imtina elədiklərinə görə, İslamdakı məsuliyyətli ailə anlayışını qəbul elədiklərinə görə İslamı seçirlər. Bilirsiniz, mənim çox yaxın rəfiqəm Almaniyada uzun müddət yaşayıb, mən üzr istəyirəm sizdən. Orada özü gəlib danışırdı ki, orada bilirsiniz, Alman qadınları ərlərindən necə qorxurlar. Bizim Avropa haqqında bizim təsəvvürümüz düzdür. Mən elə demirəm. Onlar çox qorxurlar, orada da ailələr çox möhkəmdirlər. Əgər bir yerdə yaşaya bilmirlərsə, zorla uzatmırlar. Söhbət bundan gedir. Zorla uzatmaq lazımdır. Yəni, onlarda hər bir şey adiləşdiyinə görə elə gəlir. Baxın, azadlıq başqa şeydir. Aydındır, mən o mövzuya girmirəm. Amma elə bir ailə yoxdur ki, orada problem olmasın, düzdürmü? Yəni, sadəcə olaraq biz həmin o problemləri pik həddinə çatıb, orada da yekunlaşdırırıq. Lakin burada pik həddinə çatanda, kulminasiya nöqtəsində artıq biz orada bir tərəfli, məsələn, biri qızğın oddursa, biri su olmağı bacarmalıdır. Bu, həmişə bir-birimizi biz yola verdiyimiz zaman, bu o demək deyil ki, mən alçalıram və yaxud da mən bunu qürur eləyirəm. Çünki İslamda da əsas qoyulan məsələ budur. Peyğəmbər kimi bir insanın ailəsində bəyən problem olmayıb mı? Olub. Hətta boşanma həddinə qədər gəlib çıxıb və onlara bir ay möhlət verir. Həmin o möhlətin nəticəsində
hər iki tərəf insan xanımından bir müddət aralı qaldığı zaman öz səhvini başa düşür və yaxud da qarşı tərəfi başa düşür. Hətta özü doğru olsa belə deyir ki, gərək mən bu hərəkəti eləməzdim. Ona görə mənim gənclikdən də, gənclərdən də, öz tələbələrimə də həmişə bunu deyirəm. Mən İslam ailə hüququndan da dərs deyirəm. Yəni deyirəm ki, birinci növbədə əsas ailədə olan həmin sevgi dediyimiz məsələni, fədakarlıq dediyimiz məsələni biz qarşıdan gözləməkdənsə onu özümüz eləyək. Birinci növbədə elədiyimiz zaman inanın o ailə də düzələcək. Gələn müəllim, siz daha çox tam səmimi gəlin deyək. İradə xanımın fikirləri ilə razısınız? Burada mən bir neçə fikirlə razıyam. Birincisi... Daha çox indi kimin tərəfində oldunuz? Birincisi mən sizə deyim. Birincisi mən demək istəyirəm ki, təkcə sevginin üzərində ailə qurula bilməz. Qurula bilər, yarada bilər, yaşaya bilməz. Ona görə ki, tamamilə düzdür buyurdular burada ki, insan bir-birindən yaşayanda orada əlavə faktorlar meydana çıxır. O uyğunlaşma prosesi yaşaya dövrdə meydana gəlir. Sonra bir neçə müddətdən sonra onlar dost ola bilərlər. Sonra onlar bir yerdə hansısa problemləri həll eləyə bilərlər və bu proseslər hamısı onları təbii ki, 50 il bir yerdə yaşayan adamdan soruşarsan ki, sən indi həyat yoldaşı 50 il bundan əvvəlki kimi istəyirsən, təbii ki, yox. Ancaq 50 il bundan əvvəl olmayan yeni faktorlar yaranıb bu 50 ildə. Hansı ki, onları bəlkə də daha yaxın, daha bir-birinə istiqanlı eləyir. Bu birincisi. O ki, qaldığı məsləhətlərə, burada mən bir şeyi dəqiq məsləhət verərdim ki, tələsməsinlər. Bax, burada düşünmək lazımdır. Çox vaxt bu qərar düşünülməmiş şəkildə qəbul olunur. Bu ciddi qərardır və düşünmək lazımdır. O ki, qaldı İradə xanım sözünə. Mən bir fikirlə tamamilə razıyam ki, pis ailənin göstəricisi təkcə boşanma deyil. Ona görə ki, boşanma statistikada, kağızda olan, onu saymaq olar. Ancaq gəlin bunu etiraf edək və mən bunu həkim kimi görürəm. Bir çox ailələr var ki, hansı ki, cəmiyyət nöqteyi nəzərdən ailədir. Faktiki olaraq sizə müraciətlər olur? Butaforiyadır, bəli. Bu ailədə problemlər də, bu ailədə depressiyalar da, bu ailədə bəzən depressiyalar və psixi pozuntular ondan irəli gəlir ki, onlar bir yerdə yaşamağa məcburdular. Kişi məlakəni fahişəyə çevirən deyil. Kişi fahişəni məlakiyə çevirəndir. Hə, mən bunu bacarmadım. Elə isə rədd ol buradan get. Anan səni gözləyir, alçaq. Niyə bəzən biz, xüsusən də kişilər, birini sevirik, digəri ilə evlənirik? Bu nə ilə bağlıdır sizcə? Siz kişiləri mən indi hər halda öz müşahidələrimin nəticəsini deyə bilərəm də. Görünür, o da cəmiyyətdən gələn saxta münasibətlərdir. Ümumiyyətlə, bizim beynimizdə formalaşmış stereotiplərdir. Nə fərqi var? Evdir də, arvad da al, at ora. Evdə yeməyini pişirsin, uşaqlarını tərbiyə eləsin. Başa düşmürük ki, o da insan da, onun da içində fırtınalar qaynayır. Ola bilər ki, haradasa elə bir qadın ola bilər ki, o cəmiyyətdə özünü realizə eləyə bilər. Amma eləsi var ki, eləyə bilmir. Amma insandır, içində onun istəkləri var. Biz bunu düşünə bilmirik. Biz elə bilirik ki, elə yaratdıq o butaforiyanı, qoyduq belə dekorasiyaları. Hər şey çox gözəldir. Uşaqları apardı, gətirdi məktəbə, paltarını giyindirdim, kukla kimi çıxartdım cəmiyyətə. Orada da mənim sevdim. Onun da ehtiyacı var o nəvazişə də, sevgiyə də, nə bilim nəyə də. O təkcə barmağına taxılan üzükdən xoşbaxt olmur. Yəni cəmiyyətin önəmli nöqtələri kişilərin əlindədir deyənə. Bu problemləri də həll eləmək onların boynuna düşür. Amma yəni bu ailə daxili xəyanətlərdir, nə bilim nələrdir. Bunlar əbədi mövzudur. Heç vaxt da dayanacaq bir şey deyil. Çünki təbiətən kişilər poliqam məxluq olduqlarına görə, yəni bioloji varlıq belə olduqlarına görə bu problemlər həmişə olacaq. Amma sizin dediyiniz o məsələ var ha. O barədə doğrudan düşünmək lazımdır. Çünki çox eybəcər təzahürət tapır cəmiyyətdə. Təşəkkürlər, çox sağ olun. Mən bilirdim ki, bu sual xüsusən xanımlarda əməli başda reaksiya yaradacaq. Biz kişilər nə deyirik sualla bağlı? Sevdiyin adamla evlənirsən. Dedim, evlənənə qədər sevdiyin qızlar ola bilər. Amma o birisini sevib, bu birisini almağa başa düşərmir. Belə ged onu al da, gəl alırsan sən. Amma yəni, onu bax, mən üzr istəyirəm, yaxşı mənada deyirəm. Sizin reaksiyanız mənim indi çox xoşuma gəldi. Mən əvvəlcə belə fikirləşdim ki, siz ümumiyyətlə belə bir hallarla sizdən söhbət getmir. Həyatda tanışlar arasında, dostlar arasında üzləşməm. Yəni görmüsünüz təbii ki, belə bir şeydən. Yox, indi deyək ki, bayaq
başqa yerə gedir. Ola bilər kimsə xanımla xəyanət edir, kişi də bu neyləsin? Olur belə şeylər. Amma da o ayrı məsələdir. Amma sevib başqasını evlənmək ayrı məsələdir. Həmin məsələdir. İnsan ola bilər birini sevər, o qız onu sevməz, adam yerinə qoymur. Məcburdur gedib kimlə evlənsin də. Neyləsin? Sevgi qarşılıqlı daxı. Mən sevdim, sən məni sevmədin. Neyniyim? Gedim özümü asım ki, Məcnun kimi çöllərə düşün ki, məni sevmir. Cəhənnəmə sevmirsən. Mən gedib ayrısını almalıyam da. Amma onun beynində qalar, onun fikrində qalar, ruhunda qala bilər. Özü də bunlar boş şeydir. 40 il kimsə sevsin, nə Məcnun olsun. Yəni, nətər yəni? Mən orta məktəb oxuyanda birinci sinifdə müəlliməmi sevirdim. Heç ad da yadımdan çıxdı. Bunun nə dəqiq? Çıxdı, getdi də. Onlar getdi, keçdi, getdi. Artıq sən yaşayırsan, cəmiyyətdəsən, ailəsən, sənin sevgin varsa, sənin balan var, sevgi ona gedir, dostun var, ona gedir, nəvən var, ona gedir, yazısan əsərinə gedir. Sevgi bölünən bir şeydir. Sevgi dəyəcəklə Məmməd Razım bir şeiri var, deyir, nə böyük bir qızı sevmək, budağın, budağının, budaşın ən bir dəli Məcnun olasan görür. Qızdan 50'sini sevə bilərsən, nə böyük şeydir? Təşəkkürlər. Siz necə düşünürsünüz? Doğru fikirləşmirəm bu məsələni. Çünki məsələn Peyğəmbərimizin vaxtında mən baxdığım zaman orada əsasən görürəm. Çünki Peyğəmbərimizin özünə məsələn ilk evliliyi 25 yaşında Peyğəmbər olmamışdan əvvəl ona xanımı tərəfindən təklif olunur, sonrakı xanımı. Yəni evlənməyi. Çünki elə bir cəmiyyətdə, elə bir oğlan tapmağın özü, həm də dul bir qadın tərəfindən çətin olduğuna görə təklif olunur. O da təbii ki, həmin o valideynləri hökm olan əmisinə müraciət edir, elə evlənir. Ona görə də o məsələn bir qızı gözü yaşlı orada qoymaq, bir insanın haqqına girmək, gedib yerindən başqa bir insanı alıb bədbəxt eləmək doğru bir şey deyil. Bunu necə əsaslandıra bilərsən? Sabahlarım eyni şey mənim öz qızımın başına gəlsə və yaxud da mənim oğlum eyni hərəkəti eləsə, mən buna necə özümə haqq qazandıra bilərəm? Ona görə məsələyə... Mən o cür demədim. Dedim, sən bir qızı sevirsən, o səni sevmir. O başqa məsələdir. Təbii ki, o platonik eşq dediyiniz məsələdir ki, o uzaqdan sevirsiniz. Amma söhbət indi... Sevgi qarşılıqlı olduğuna görə. Yaxşıca sualı başa düşdünüz. Bəli. Konkret mən nədən təxminədən danışdım? Ümumiyyətlə, dul qadın və yaxud da boşanmış qadın Azərbaycanda gəlin bunu həqiqətən də boynumuza alaq ki, belə bir qadınla ailə qurmaq hər kişinin işi deyil. Yəni, bu cəsarət tələb edir. Söhbət ondan gedir ki, necə ki, həmin filmdə və elə əsərin özündə də sən bir xanımı sevirsən, o misal üçün boşanıb, onsuz yaşaya bilmirsən, amma sonra valideynlərin təzyiqi, cəmiyyət nə deyər, qonşular nə fikirləşər, qohumlar bizi qınıyar və sən gedib başqa bir qadını, xanımı alırsan, ömür boyu özün də əziyyət çəkirsə, o da əziyyət çəkir və əsərdə, filmdə isə ümumiyyətlə çox faciəvi olur. Nə məsləhət görərdiniz gələn müəllim? Olur, dəfələrlə olur belə həyatda ki, insan kimisə sevir, bu qadın isə, bu qız isə başqasını sevir və yaxud artıq o ərə getmək ərəfəsindədir və yaxud hətta o da onu sevir, ancaq hər hansısa birinin valideynləri etiraz edir onların evlənməyinə. Bu da artıq onların ailə qurmasına bir manədir və onlar mümkün deyil. Sonra illər keçir, bunlar ailə qurmalıdırlar. Yenə də kimsə artıq istəmədiyin oğlandan və yaxud qızla evlənir. Çox sağ olun, gələn müəllim. Mən təşəkkürümü bildirirəm sizə və əminəm ki, hamı üçün maraqlı olacaq. Biz təxminə, yəni Meral Konrad'a zəng etdik, onunla söhbət etdik. Gəlin Meral Konrad'la yaratdığımız əlaqəni elə burada hamı üçün nümayiş etdirək. Çok etkili oldu. Yani orada Tahmina'nın yaşadığı hayat bence çok zor ve çetindi. O yüzden de Tahmina bence ölmemeliydi ama büyük aşk vardı orada. Yaşamından bir aşk vardı. Ve aşk uğruna da maalesef Tahmina öldü. Tabii ki subay kalınması biraz zor aslında ama aile kurmak da çok önemli. Yani insanların birbirini sevmesi gerekiyor. Karşılıklı güven gerekiyor. Saygı gerekiyor. Eğer bunlar varsa tabii ki aile kurmak önemli. Şu anda ben evli değilim. Şu anda bekarım. Hala evlenmedim. Tabii insanın sevdiği biri vardır mutlaka. Benim bir tane kızım var. Büyümeye başladı. Kocaman oldu neredeyse. Herkese öpüyorum. Saygılar, sevgiler Azerbaycan'a.
hörmətli tamaşaçılarımız və əgər təxminə obrazı haqqında danışdıqsa, istər-istəməz biz belə qərara gəldik ki, Anar müəllimə də suallarımızla müraciət edək. Çox hörmətli yazıçımız, əsl ziyalı Anar hal-hazırda ailə məsələləri ilə bağlı öz fikirlərini söyləyəcək. Gəlin izləyək. Bəzən deyil olur ki, tutalım, sevgi ilə ailə qurulur, amma bir müddətdən sonra aydınlaşır ki, bunların sevgisi belə üzdənilmiş, dərin sevgi deyilmiş və ailə dağılır. Yəni ona görə bunun resepti yoxdur, bir resept vermək ki, ancaq bu cür, ya ancaq o cür. Bu da talih məsələsidir, kimin halına nə yazılıbsa ondan bağlıdır. Amma əlbəttə tək taliyə isnad eləmək, tək taliyə arxayınlaşmaq lazım deyil, olmaz. Ailə çətin bir yoldur, bu yolda qarşılıqlı güzəştlər də olmalıdır, bir-birini anlamağa çalışmaq lazımdır, bir-birinin fikri ilə hesablaşmaq lazımdır. Hər insanın öz fərdiyyəti var da. Birinə deyəsən ki, məsələn, mən Zülfənkəs sevirəm, yox, sən hələ biraz fikirləş, onunla evlənmə ya onlara ərə getmə. Məlum olur ki, düz məsləhət deyil, vaxtında ona ərə getsəydi, xoşbaxt olardı. Yaxud demək ki, yox, elə sevmirsən, get, heç nəyə fikir vermə, sonra məlum olur ki, bunlar tamam başqa-başqa ailələrdən çıxıblar, bir-birinə uyuşmurlar falan. Ona görə bunun heç bir resepti yoxdur. Vətəndaş nigahına münasibətiniz necədir? İnsanların arasında sevgi olmalıdır. Əgər bu sevgi varsa, bu sevgi gətirib şübhəsiz qanuni kəbinə, qanuni nigaha gətirib çıxardacaq. Anar müəllim, siz sevib evlənmisiniz? Bəli, mən sevib evlənmişəm. Neçə yaşınız var idi xanımınızla tanış olan? 7 yaşımda. Elə birinci sinifdə mən onu sevmişəm və indiyə qədər sevirəm. Biz isə davam edirik, hörmətli tamaşaçılar. Mən müraciət etmək istəyirəm bizim digər qonağımıza, Mehriban Abdullayeva, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri. Qadınların hüquqlarını müdafiə edə bilirsiniz, alınır real həyatda nəsə? Bizim ən zərbə alan, ən zərər çəkən tərəf həmişə qadınlardır. Çünki qadınlarımız ailə qururlar, qızlar köçür, ondan sonra heç kəs bir maraqlanmır ki, bu ailə nə oldu, necə oldu? Amma ümumiyyətlə həyatda heç kim heç nəyə zəmanət verə bilməz axı. Yəni zəmanət verməsə də, gəlin görək, bayaq dediyim kimi də qıza elçiliyə gələndə neçə adam gəlir. Ancaq sonra vəziyyət dönəndə bizim qadın təşkilatı olduğumuza görə amma ağsaqqallar deyir ki, hər şey yaxşıdır, biz cavab deyil. Sonra bunlar bir yerdə yaşaya bilmirlərsə, bu ağsaqqallar neyə nəsinlər, neyə niyə bilərlər? Ağsaqqallar görə bir müraciət edirlər ki, abala, sizin probleminiz nədir? Bu sözü deyən olurmu? Ancaq gəlin, bizə müraciət edən xanımların problemi nədir? Ailə qruplar çox gözəl, bir evladı var. Sabahki gün bunlar artıq imtina eləyirlər. Biz səni istəmirik. Niyə istəmirsiniz? Sənin atan sənə filan qədər cehiz vermişdi, sənin atan filan qədər bu ümumiyyətlə çox pis söhbətlərdir. Daha çox belə istinad eləyirlər. İndi artıq bu maddi tərəf biraz azalıbdır. Ya real belə söhbətlər olur, hansı qadınlar gəlib danışırsa. Mən reallıqdan sizə misal çəkirəm. O artıq kişinin problemidir, kişiliklə bağlı problemidir. Deməli, burada nə gəlir? Yəni, mən bu günləri bizim talk-showda iştirak edən gənclərimiz də çoxdur. Mən sizin bəyəki sualınıza istinad eləyərək bildirmək istəyirəm ki, cavanlar düşünməlidirlər ki, özlərində məsuliyyət hiss eləməlidirlər ki, mən bugün ailə qururam, mən bu ailənin arxasında dura biləcəyəmmi? Mən bu ailənin sabahları qeyrətini çəkə biləcəyəmmi? Mən bu ailəyə sabahları bir parça çörək gətirə biləcəyəmmi? Və o fikirləşməlidir, mənim sabah evladım dünyaya gələcək. O bir təhər sözümüz var, papağı fırladırsan gün gəlir keçir. Bir evlad, iki evlad, üç evlad, bəs bu məsuliyyət. Bilirsiniz, bizə müraciət edən xanımların, bəyək deyirsiniz ki, hüquqlarının müdafiəsi. Bəli, bizə müraciət edən xanımlar çoxdur. Biz çıxırıq məhkəməyə. Mən onların hüquqlarını müdafiə edə bilmirəm. Nəyə görə? Bizim kişilərimizin lazım olmayan yerdə pulları çox olur.
Amma ailəsinə baxmağa gələndə çox bunlar kasıbdırlar. Adicə bir minimum deyə aliment məsələsinə gələndə biz onlara artıq rus demişkən rozısk veririk. Çünki bu üzr istəyirəm, həyata gətirdiyi evladına bir parça çörəyini və yaxud onun yaşamaq tərzini təmin etmək üçün alimenti ödəmək istəməyənlər var hətta. Biz bunları axtarırıq, məhkəməli ilə məhkəməyə gəlirlər və bunlara məcburən aliment kəsdirirlər. Qadınların hüquqlarıdır bu. Təşəkkürlər, çox sağ olun. Həqiqətən də deyilən söz çoxu ona görə kəsmədi. Buyurun. Yox, mən xanımın fikrinə razı deyiləm ki, deyir ki, ailənin əlinin çörək olmadı, falan olmadı. Bu dəqiqədə ki, üzr istəyirəm, bizi tanıyanlar hamısı bizə bir iraq olsun, bəxtəvəri verirlər, o pis sözdür. Nə xoşbəxtdirlər falan. Amma biz uzun illər, mənim aldığım 110 manat maaşla yaşamışım. 110 manat maaşla yaşamışım. Evimiz olmayıb, pullarda yaşamışım. Düz nəyəm 10 il. Yəni, nəyə gətirmək amma bizim hanımızda heç vaxt nəsə, hətta bir dəfə bir hədiyyə almışdı bir adiyə. Kasıb vaxtlarıdır. Elə bir gözəl bir şeydir. O qədər təriflədi, başa düşdüm ki, mənə yazıq gəlir tərifləyir, ürəyəməsiz. Bilirsiniz nədir? O deyil. Amma bəlkə də bu dəqiq mənim dəyək hər şeyim var. Amma o günlər yoxdur. Elə bir. Mən sizə bir şey deyim. Yəni, çörək almadım, falan olmadı, bəhnən olmadı. Təbii ki, çörək də şərtdir. Şərtdir. Yəni, kişi gərək ailəsinə baxsın. Bunu bu cür maddi şeyin üstündə ailələr dağılır, bunu bilirik. Amma maddi şeyin üstündə dağılan ailə heç ailə deyilmiş. Deyirlər, əsas o deyil ki, qadın çox gözəl və qəşəng olsun, əsas odur ki, o xoşbəxt olsun. Mən istəyirəm, biz Natella Kərimovanı salamlayaq, o modeldir, aparıcıdır, eyni zamanda Miss Turizm titulunu qazanıb, bir dəfə həmin titul qazanılıb və məhz Natella xanım həmin titulun sahibəsidir və mən sizə belə bir sual vermək istəyirəm. Siz hal-hazırda bir qadın kimi xoşbəxtsiz? Xoşbəxtlik anlayışı biraz geniş anlayışdır. Mənə elə gəlir ki, insan tam xoşbəxt özünü sona qədər heç vaxt hiss eləmir. Yəni, müəyyən qədər dəhləri qalır. Amma Mehriban xanımın dediyinə bir əlavə gətirmək istəyərdim ki, iki problem var. İndiki siz dediyinizdə iki problem var. Bir, doğrudan da valideynlərdən çox böyük asılılıq var bizim cəmiyyətdə. Yəni ki, valideynlərə qarşı çıxa bilmirlər gənclər. Sonra həm valideynlər o peşmançılığı çəkirlər ki, məcbur elədilər. Sonra təəssüflənirlər ki, mənim övladım niyə bədbəxt oldu. Başqa tərəfdən də təbii ki, övladları da bədbəxt olurlar, onun fikrini çəkirlər. Amma başqa bir məsələ var. Siz deyirsiniz ki, qadınların hüquqlarını qoruyursunuz, çətin məsələdir. Amma hər bir ya qadındır, ya kişidir, ailə qurmaq qərarı verəndə ilk öncə özünə arxalanmalıdır. Düşünməlidir ki, özü o qərarı verirsə, sonradan yəni onun məsuliyyətində ilk növbədə özü daşımalıdır. Yəni başqa tərəfi günahlandırmamalıdır. Təşəkkür edirəm sizə, çox sağ olun. Amma ola bilər kimsə məni indi qınasın bu sözlərə görə, heç kim üçün sir deyil ki, bəzən bu tək Azərbaycanda deyil, düşünürəm başqa ölkələrdə var, harada ki, bu belədir. Ümumiyyətlə, səhnədə olan xanımla, müğənni ilə və s. ailə qurmaq hər kişinin işi deyil. Həm də indi müəyyən subyektiv səbəblər olur, nəyə görə bir çoxları bu addımı ata bilmirlər. Amma bugün və elə əvvəllər də olub, həqiqətən də nümunəvi ailələr var, harada ki, xanım tutaq ki, ifaçıdır və yaxud da səhnə adamıdır və hər şey əladır onların ailəsində. Mən təklif edirəm ki, biz qısa süjetə baxaq. İlk dəfə olaraq çox populyar müğənnimiz Rüyanın həyat yoldaşı Anar televiziya verilişində danışacaq və müəyyən suallara biz də tamaşaçı olaraq cavab tapacağıq. ildə mən getdim İngiltərəyə oxumağa. Birinci ay gedəndə hər şey yaxşı idi. Hər şey normal idi. Zənləşirdi hər gün, danışırdıq hər gün. Hər şey normal idi. Amma bir aydan, 2 aydan sonra başladım hiss eləməyə ki, nəsə elə bil ki, həyatda çatışmır. Başa düşdüm ki, çətindir yaşamaq onsuz. Mən bilirəm ki, çox ciddi çətinliklər oldu bu yolda və hətta yaxın insanlardan da kimsə etiraz etdi. Bugün bildiyimə görə hər şey yaxşıdır. Bu sizi çəkindirmədi, qorxutmadı? Düzdür, çətinliklər oldu. Bizim milli mentalitet, müsəlmançılıqda axırıncı sözü
deyirlər, ağsaqqal deyir, evdəkilər deyir. Amma mən elə fikirləşirəm ki, indi gərək hər adam birinci növbədə öz həyatını fikirləşsin və kim sevir, kim istəyir, kimdə o doğrudur, o doğru hisslər keçirilirsə, deməli, məncə qorxmamaq lazımdır. Yəni sevib evlənmək lazımdır. Sevib evlənmək lazımdır, mütləq. Heç kim üçün sev deyil ki, istər qadın, istər kişi populyardırsa, onunla ailə qurmaq həm də cəsarət tələb edir. Sizi narahat etmirdi ki, müəyyən söz-söhbətlər ola bilər, kimsə nəsə deyə bilər və bu sizə pis təsir göstərə bilər. Yəni, bu bir baryer kimi qarşınızda durmadı. Fikirləşdim ki, əlbəttə ki, hər adam indi hansısa vacibli bir addım atır həyatda, deməli, fikirləşməlidir hər şey, hər bir tərəfli. Mən inanıram o adama, o da inanır mənə. Əsas bu həyatda sevgidə inanmaq bir-birimizə və dost olmaq. Kim nə deyir, həmişə deyib, həmişə danışacaq, həmişə də indiyənə kimi də deyib. Belə bir söz var, ərlə arvadın torpağı bir yerdən götürülür. Allah heç vaxt heç kimi elə-belə birləşdirmir. Hətta ayrılanlar belə elə-belə birləşmirlər. Onların da yolunu Allah çizir. Məncə biz ikimiz də çox cəsarətliyik və ikimiz də bilirdik nəyə gedirik və getdiyimiz yolda da söz vermişik. Anarın həmişə mən bir söz var. De sa mной, dedim da, onda getdik. Tamaşaçılarımız 22-ci saat tok-şousu davam edir. Mən çox gözəl anlayıram ki, bu əbədi mövzudur, amma hər halda sizin hörmətli qonaqlarımız fikirləriniz çox maraqlı olardı. Buyurun, sevgi, məhəbbət, yoxsa hər şeyi düşünmək, məsələnin mənəvi tərəfini ola bilər, maddi tərəfini və s. Sözümün başlanğıcında da dediyim kimi, bir insanla əxlaqına görə ailə həyatı qurmaq lazımdır və fikirləşmək lazımdır ki, həmin o əxlaq digər məsələlərdə özü ilə inşallah bərabər gətirəcək. Təşəkkür edirəm, çox sağ olun. Adil müəllim, buyurun. Eyni sualla sizə də müraciət edirəm. Yox, mən hələ sualın cavabını əvvəlcədən verdim, amma bir məsələ bayaq bizim Gəray müəllim gözəl bir söz dedi ki, bir vurğunluq var, bir sevgi var. Ümumiyyətlə deyəsən son illər, son bir 20 ildə Azərbaycanda şəkil sevgi, elə vurulmaq var. Onunla, çünki sevgi üçün ağıl lazımdır. Sevgi üçün kitab oxumaq lazımdır, sevgi üçün mədəniyyət lazımdır. Sevgi ilə belə göydən düşən bir şey deyil. Sən insan, əgər birinci cavan heç bir kitab oxumursa falan, sevgi vurula bilər. Biz keçmişdə Hind filmlərinə baxırdı, o cür sevirdi. İndi baxırlar, kinoda 50 şey görürlər, o cür sevirdi. Bildiniz mi? Bunlar ayrı-ayrı şeylər. Amma qaldı ki, nətər eləmə? Mən əvvəl dediyim kimi, yəqin insanın bir seçimi də olmalıdır, bir onu tanımalıdır, bilməlidir. Vurulmuşsan, sevmişsən, sonra görürsən ki, bu pus bir şeyə vurula bilərsən, pus bir adamı sevə bilərsən, ikinci üzündə şorba yeməyəsən ki, çox gözəl olsun, falan olsun. İnsanın mənəviyyatı gözəl olsun, insanın ağlı gözəl olsun. Evdə bir cür olsun, çöldə bir cür olsun. O da ola bilir, evdə bir cür olsun, çöldə bir cür olsun. Aqil müəllim evdə necədir və çöldə necədir? Evdə nətərəm, Aqil müəllim çox ictimailəşmiş adamdır, hamı tanıyır onu. Aqil müəllim ümumxalq dövlət mülkiyyətidir, də yazısı da falan. Bunlar bir zarafatdır təbii dedim ki, insanın o cür yanaşarsa məsələlərə bir öyrənməlidir, bilməlidir. Bayaq bizim Qurandan misal gətirdi, Peyğəmbər kəlamı söylədi. Bunlarla elin adəti, ənənələri bir-birinə bağlananda bir ailə yaranacaq. Və bizim verilişimizə baxan gənclər, buradan ağırlı sözləri eşidənlər olacaq. Əgər demişiksə, bilmirəm dedik yəni. Onu eşidənlər olacaq. Amma elə adam var ki, nə qədər ona Qurandan kəlam söyləsən də, yenə də Allah yoluna gələndir. Yəni, bizim sözümüzdən o ailə qurub boşanmıyor. Çox sağ olun, dəyərli fikirlərinizə görə. İradə xanım, Aqil müəllimlə bağlı sual verəndə, siz istəyirsiniz cavab verəsiniz, o dərhal özü cavab verir. Bu da yəqin ki, yaxşıdır və bəlkə də belə də olmalıdır. Buyurun, siz eyni sualla sizə də müraciət edirəm. Sevib evlənmək, yoxsa hər şeyi düşünüb, seçib evlənmək? Mənim dediyim nədir? İnsan hər zaman içinə boylana bilirsə, içinə baxa bilirsə, saxtalıqdan uzaqlaşa bilirsə, o hər zaman düzgün qərar verə biləcək. Mən belə fikirləşirəm.
Çox sağ olun, təşəkkür edirəm. Və Respublikanın baş psixiatrı Gəray Gəraybəli. Birincisi, konkret olsun. Hər vurulan adama evlənmək olmaz. Hər dərhal istədiyin adama evlənmək olmaz. İkincisi, burada tarazlaşmış bir fikir olmalıdır. Bunun üçün də vaxt və yaş xətti olmalıdır. Yenə də deyirəm, konkret olaraq səbir və düşünülmüş qərar. Hörmətli tamaşaçılarımız, bugünkü mövzumuz əbədi xarakterli bir mövzuydu. Bu, evlilik məsələsi ilə bağlı, ailə məsələsi ilə bağlı ümumiyyətlə çox danışmaq olar. Düşünürəm ki, başqa bir formada biz yenidən qayıdacağıq. Əlbəttə ki, biz bütün problemləri elə bugün məhz bu verilişdə həll etmək niyyətində deyildik. Düzdür, istərdik, amma başa düşürük ki, bu mümkün deyil. Hər halda çox sağ olun. Əminəm ki, ilk növbədə elə gənclər, hörmətli qonaqlarımızın dəyərli fikirlərindən hardasa istifadə edə biləcəklər. Bu həftənin 22-ci saat tok-şousunda artıq söhbətimizi yekunlaşdırırıq və növbəti həftənin 22-ci saatında görüşənədək. Sağ olun.